الرحمن الرحیم الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. فانزل الله سکینته علی رسوله و علی المؤمنین. Ayə 26 Fəth surəsinin ortalarındaydıq. Allah Mutal Hüdeybiyyə sülhünə bir ayrı cəhətdən də izah edir. Buyurur, siz bir də qeydin baxın, necə bütpərəstlər cahiliyyət hissilərini öz qəlblərində oyatdılar, təhrik elədilər, istədilər müharibə baş versin, istədilər döyüş baş versin, egoistləri, inadları və çiynələri səbəb oldu bu işlərə. Amma sizdə bu hadisədə təmkin, sakitlik, bu hadisədə tədbirli hərəkət baş verdi və bu nəticəsi bu sülh oldu. Və bu sülhün nəticəsi İslamın bir addım qabağa gitməsi oldu. Buyurur, onlar öz qəlblərində cahiliyyət qoymuşdular. Amma Allah sizə sakitlik nazil edibdir. Əvvəla onlar özləri bu işi görüblər, öz qəlblərinə cahiliyyət qoyublar. Vəli sizinki yuxarıdan gəlibdir. Fəənzəlallah, Allah nazil edibdir. Öz sakitliyini sizə və Rəsuluna, alə Rəsulihi və aləl müminin və əlzəməhum kəlimətət təqva. Və Allah-u Mutal bunlara, yəni möminlərə təqva kəlməsini, təqvanın ruhunu, kəlmə burada ruh mənasındadır. Təqvanın ruhunu onlara həmişə birləşdiribdir, həmişə təqva ruhu iləndirlər. Əlzəmə, yəni həmişə birləşdirmək, ayrılmaz. İnsanın təqva ruhu həmişə olsa, hirsini kontrol eləyər, səbrli olar, hövsələli olar, tədbirli olar, tələsməz, tez coşmaz, tez qərar çıxartmaz. Deyir, sizə bu təqva ruhunu həmişəlik qərar vermişdi. Ona görə bu sakitliğin nəticəsi idi. Və kanu əhəqqə biha və əhləha. Bu möminlər bu təqvaya layiq idilər və təqva əhli idilər. Buna görə bu mümbit şəraitini özləri düzəltmişlər. Allah yuxarıdan bu neməti verdi, təqva kəlməsini onlarla birləşdirdi. Sakitliği onlara nazil elədi. Bu səkinə, yəni sakitlik və kəlimətut təqva, yəni təqva kəlməsi Allah bunlara ətiyyə elədi, Allah bunlara hədiyyə elədi, Allah bunlara bəxş elədi. Amma özləri bu istedadı, bu liyaqəti düzəltmişdilər. Bu ayədən bilinir ki, nemətlər Allahdandır. Amma şəraitin insan həll eləməlidir. İnsan mümbit şərait düzəltməlidir, ta o nemət gəlsin. Amma əzab, bəla insana özündəndir. Özü öz qəlbində çiynələr qoyur, özü öz qəlbində cahiliyyət qoyur, özü öz qəlbində təəssüb, yersiz təəssüblər qoyur və bundan məhrum olur həqqidən. Bu ayə müqayisə edir bu iki qrubu. O cahiliyyət qrubu nə işlər görürdü və möminlər nə işlər görürdü və nəticəsi nə idi? Ayə 28-də və 27-də üzr istəyirəm. Allah-u Mutal buyurur ki, siz hökmən Məscid-i Hərama gedəcəksiniz. Bilirsiniz, Hüdeybiyyə sülhü müqəddiməsi bu idi ki, Peyğəmbər rüyada gördü, özü də rüyayı sadiqə, özü bir Qur'an bəhslərindəndir. Yuxunun ənvayı var, bir növü sadiqə rüyadır. Doğru yuxudur, doğru görmədir aləmi yuxuda. Bu vəhyin bir budaqlarındandır rüyayı sadiqə. Peyğəmbər bu rüyada gördü ki, Məscid-i Hərama girir,
möminlərlə bir yerdə, özü də ehramla çıxır Məscid-i Həramda, özü də əmnəmanlıqla. Bu rüyaya görə gəldilər 1400 nəfərlə ömrə ziyarətinə. Müsəlmanların bəzisi, şayət münafiqlər də bu məsələdə çox rolları var idi. Dedilər, bəs Peyğəmbərin bu rüyası nə cür oldu? Peyğəmbər ki, buyurdu, mən rüyada belə gördüm. Amma ayə nazil oldu ki, siz hətmən Məscid-i Hərama girəcəksiniz. Amma Peyğəmbər Əkrəmə və Peyğəmbərin öz sözündə sizlərə, Peyğəmbər nə rüyada bu ili görmüşdü, nə sizə dedi, bu il gedəcəyik, Məscid-i Hərama girəcəyik. Peyğəmbərin rüyası bu idi ki, biz Məscid-i Hərama hətma girəcəyik. Ona görə bu ayə istəyir desin ki, bu baş tutacaqdır. Ləqəd sədəqəlləh rəsuləhu ər-rüya. Həqiqətən Allah-u Müteal düzlüğə çıxardacaqdır öz Peyğəmbərinə nisbət rüyanı. Haqq ilə. Rüya ki, Peyğəmbərə Allah-u Müteal yuxuda dedi, sən girəcəksən məscidə, amma bu sadiqdir, bu uyğundur haqq ilə. لَتَدْخُلَنَّ الْمَسْجِدَ الْحَرَامَ. Hökmən, bu ərəb qrammatikasında bu təkiddir. Lə axırında da o nun təşdidlidir. لَتَدْخُلَنَّ. Çünki cəm şəklindədir. Deyir, siz hamınız daxil olacaqsınız Məscid-i Hərama. Belə deyək ki, girməyəcəksiniz. İndi qeyd düz, bu da qutuldur. Yox. Rüya budur ki, siz girəcəksiniz Məscid-i Hərama. İnşallah. İnşallah bizə təlim öyrədir ki, əlbəttə Allahın istəyinə bağlıdır. Amma Allahın istəyi budur ki, siz girəsiniz Məscid-i Hərama hökmən. Aminin, özdə əmnəmanlıqla, qorxu ilə yox. Muhalliqinə ruusakum və müqəssirin. O halda ki, Məscid-i Hərama girdiniz, əməllərini yerinə yetirdiniz, təvaf elədiniz, namaz qıldınız Məqam İbrahimin arxasında və səy səfa elədiniz, Səfa Mərvə arasında səy elədiniz. Bu əməllərini yerinə yetirdiniz və ömrə ziyarətini yerinə yetirdiniz. Ondan sonra həlq eləyərsiniz. Həlq, yəni başı dibdən qırxmaq türklərini. Başlarınızı həlq eləyərsiniz və müqəssirin. Və təqsir eləyərsiniz, ya bir zərrə qıssaldasınız ki, ömrədə ikisi də caizdir. İndi həcc bəhsi ayrıdır. Həccidə bu fətvalar fərq eləyir. Bəzi fətvalar budur ki, ilk həcci olsa, ki adına termincə sərurə deyərlər. İlk həcci olsa, bu gərək həlq eləyə. Lakin ömrədə budur ki, olar. Təqsirdir olar, yəni başı tükünü bizərə qopatmaq, qıssatmaq, ya həlq eləmək, yəni kamilən tam başın tükünü dibdən vurmaq. Deyir, hər halda siz bu işləri görəcəksiniz və Məscid-i Hərama girəcəksiniz. La təxafun, siz qorxmayacaqsınız. Yaxşı. Amma bu ki, bu il olmayacaq, genel olacaq, o bir sıra məsləhətlərdir ki, sizin həyatınıza lazımdır. Peyğəmbər gərək o günahları bağışlana, nə Allahın nəzdində, Məkkə şəhərinin içində, Ərəbistan yarımadasının içində Peyğəmbərə töhmət vurulmuşdular, qan tökən demişdilər, bunları silinməlidir. Bunları biz əvvəl sildik, Hüdeybiyyə sülhü ilə, Hüdeybiyyə sülhündən sonra bir ayrı fəthi də gətirdik, o fəthi Xeybər də baş verdi, siz tazadan gəldiniz Ömrətul Qəzaya, yəni o geçən ilin ömrəsini yerinə yetirmədiniz, qəza elədiniz. Bir il sonra, bilirsiniz, Hüdeybiyyə sülhü hicrətin 6-cı ilində olubdur. Bu ömrə yarımçılıq olub. Peyğəmbər göstəriş verib də sülhü olan yerdə, Hüdeybiyyədə ehramdan çıxıblar. O gətirdiyi qurbanları elə orada kəsiblər. Geçmiş eləsələr ərz elədim. Genəlisi qeydiblər, ömrə yerinə yetiriblər. Adına tarixdə deyərlər Ömrətul Qəza, qəza ömrəsi. Buyurur ki, fəəlimə mələm tə'ləmu. Allah bilir o ki, siz bilmirsiniz. O məsləhətləri ki, bu gedişmədə vardı ki,
bu il olmasın, Cənəl olsun, Hüdeybiyyə sülhü olsun və ayrı bərəkətlər bu cəmiyyətdə baş tutsun. Ondan sonra siz belənsi bir vəziyyətə Məscid-i Hərama gələsiniz. Fəcəələ min duni zalikə fəthən qəriba. Bundan əvvəl min duni zalik, yəni bu Məscid-i Hərama girməmişdən əvvəl Allah bir yaxın fəthi qərar verdi. Geçmiş ayələrdə fəth-i qərib Hüdeybiyyə sülhündə də idi. Mənası fəth-i qərib Xeybər fəthi idi. Ona görə bir sıra mühəssirlər buyururlar ki, burada məqsəd budur ki, Allah istədi siz Xeybəri fəth eləyərsiniz, sonra Məscid-i Hərama girəsiniz. Amma ondan yaxın bu ayələrə ki, Allah-u Teala buyurur, siz ömrüyə getdiniz, lakin qeydiniz, Allah-u Teala istədi o getməmişdən əvvəl yaxın bir fəthi sizə versin. Bəzi müfəssirlərin sözü budur ki, bu yaxın fəth burada mənası Xeybər deyil, burada Hüdeybiyyə sülhünün özüdür. Ona görə Hüdeybiyyə sülhü birinci ayədə Fəthun Mubin adlanıb, aydın fəth, bu ayədə Fəthun Qərib. Əlbəttə, bir ayə də ortada var idi ki, Hüdeybiyyə sülhünün nəticələrini danışırdı, buyurdu ki, sizə mükafat verdi Fəthun Qərib. Orada Fəth-i Qərib, yaxın fəth, Hüdeybiyyə sülhü daha ola bilmez. Hüdeybiyyə sülhünün nəticəsi araşdırılır. Orada hətmən Xeybərdir, ya Xeybərdən sonrakılardır, Məkkə fəthidir, ya nədir? Hər halda Allah-u Teala burada buyurur ki, bu röya sadiqdir, bu röya baş tutmalıdır. Amma bu ki, bu röya zaman baxımından havaq baş tutmalıdır, bu fəəlimə maləm tələmu. Allah bir şeylər bilir ki, siz bilmirsiniz. Bu etab gəlməlidir, ta cəmiyyətdə belənci bir hazırlıqlarla məsələ baş tutsun. Digər məsələ budur ki, elə bu ayənin əsasında Peyğəmbər Hüdeybiyyə sülhündən sonra gəlir Cənəlisi, Zilqədə ayında, hicrətin 7-sində Cənəlisi gəlir tazadan ömrə yerinə yetirir və varid olur Məscid-i Hərama, Məkkiyə və 3 gün müşriklər Məscid-i Həramı bunlar butlardan boşaldırlar. Hətta bəziləri Məkkədən də çıxırlar, istəmirlər müsəlmanları görsünlər, lakin qəbul eləyiblər. Lakin bu məsələ böyük bir məğlubiyyət idi bilələrinə ki, bunlar Məkkə şəhərini gərək Peyğəmbərin ixtiyarında qoyurdular, möminlərin ixtiyarında qoyurdular. Hətta tarixlərdə yazıblar, 3 günkü qutuluru, bunlar adam göndərirlər ki, da qutuldu, çıxın. Bu, bir o narahatçılıqlarından idi. Amma İslam bir etap, bir mərhələ qabağa düşür və bir mərhələ həm mənəvi baxımdan fəth eləyir ki, qəlblər Peyğəmbərə nisbət mülayimləşir, həm də elə fiziki baxımdan da elə düşmənin o zaman öz yerinə gəlib, ömrə ziyarəti yerinə yetirib və qeytmək özü bir böyük qələbə idi, Umrətul Qəza və möminlər də o davranışlar ki, Peyğəmbərlə eləyirdilər, Məkkəlilərin gözünün qabağında idi. Bu bir növ hazırlıq idi, möminlərlə tanış olsunlar, Peyğəmbərlə tanış olsunlar və Məkkə fəthi bunun nəticələri idi. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.